Salam dəyərli izləyicilərimiz. Pasiyentimizin 16 yaşı var, həvəskar futbolçudur. Pasiyentimiz qarın ətrafı, göbək ətrafı nahiyədə olan ağrıların aşağı ətraflara və kiçik çanaq nahiyəsinə ötürülməsi ilə yanaşı, belin kvadrat əzələsinə ötürülərək sanki böyrək ağrıları kimi özünü biruzə verir. Biz onu müayinə edərkən həm də qarın həzm sistemində olan problemlərdən şikayətləndi. Həzmsizlik, gəyirmə, köp, ürək bulanma, göbək ətrafı nahiyədə olan döyüntünün onu daimi narahat etməsi və daimi olaraq ishal şikayətləri olduğunu bildirdi. Bunları aradan qaldırmaq üçün biz ona ilk əvvəl ultrasəs, tam abdominal ultrasəs müayinə etdik. Qarın boşluğu orqanlarında ciddi həyati təhlükə yaradacaq bir problemlər aşkarlanmadı. Lakin müayinə nəticəsində göbək arteriyasının nisbi yer dəyişməsini hiss edirik. Bu da daxili orqanların sallanması, qastroptoz və digər iç orqanların nisbi yer dəyişməsindən xəbər verir. Buna da səbəb çox böyük ehtimalla onun futbolla məşğul olub çevik hərəkətlər, sərt hərəkətlər etməsi ilə bağlıdır. Bunları aradan qaldırmaq üçün biz ona visceral terapiya seansımızı tətbiq edəcəyik. Seanslarımızdan yararlanmaq istəyənlər klinikamıza müraciət edə bilərlər.